mübarək Nur surəsinin 36-cı ayəsi nazil olanda fi buyutin əzinəllah ən turfəə və yuzkərə fiyhə ismuh, o evlərdə ki, Allah özü icazə verib Allahın adı orada ucala və adı orada zikr oluna, bu ayə nazil olanda, elə ki bu ayə nazil oldu, təfsir yazarlar Təfsirun Nurda və digər təfsirlərdə qeyd olunub ki, Peyğəmbər salavatullah 6 ay arda gəldi, Əli əleyhissalamla qızı Zəhranın qapısında dayandı. Bu ayəni oxudu, sonra məscidə daxil oldu. O evlərdə ki, Allah özü icazə verib, Allahın nuru oradan ucalsın və adı orada çəkilsin, zikr olunsun. Əd-Durrul Mənsur Əhl-i Sünnə vəl Cəmaənin məşhur təfsirlərindəndir. 6-cı cild 203-cü səhifədə, Ruhul Məani 18-ci cild 174-cü səhifədə bu oxuyacağım hədis qeyd olunur. Peyğəmbər salavatullah məsciddə bu ayəni oxuyur. Ayə nazil olub, fi buyutin əzinəllah ən turfə və yüzkərə fiyhə ismuh, fəqamə ileyhi rəculun. Sahabələrdən bir kişi qalxır ayağa. Fəqalə eyyü buyutin hazihi ya Rasulallah. Ey Allahın Rəsulu, bu ayədə deyilən evlərdən məqsəd hansı evlərdir? O hansı evlərdir ki, Allah özü icazə verib oradan Allahın nuru ucala, adı çəkilə, orada yad edilə? Qala buyutul ənbiya. Peyğəmbər salavatullah buyurdu ki, bu ayədəki Nur surəsi ayə 36, o buyut ki, beytin cəmidir, evlər deməkdir. Ondan məqsəd Peyğəmbərlərin evidir. Deyir, həmin yerdə Əbu Bəkir ibn Quhafə də iştirak edirdi. Allah bütün zalimlara lənət eləsin. Qalxır ayağa, işarə edir Əli və Fatimənin evinə. Deyir, ey Allahın Rəsulu, bu evdə o ayədə deyilən evlərdəndir. Bu da onlardandır. Qalə nəəm min əfadiliha. Peyğəmbər salavatullah buyurur ki, bəli, bu ev elə o evlərin ən fəzilətlilərindən, ən üstünlərindəndir. Yəni, Peyğəmbər salavatullah sağlığında səhabiyə o evin elə vəhy ev olduğuna və Peyğəmbərdən sonra vəhy evinə yürüş təşkil edənlərə sağlığında bir söz, bir işarə, bir mesaj verdi. Amma çox əfsuslar olsun. Möhtərəm cəmaatımız, çox əfsuslar olsun, Peyğəmbər salavatullahın şəhadətindən çox keçmədi ki, bu ümmət o vəhy evinə yürüş elədi, vəhy evinə hücum təşkil elədi.